Çox gözəl sual verirlər ki, burada deməli necə oxunur? Vəslə zamanı, yəni keçdiyimiz zaman normal şəkildə fis-səmavati tuni heç bir problemsiz keçirik. Lakin dayansaq fis-səmavat oxuyuruq. Dayandığımız zaman ituni, ituni. Səbəb isə nədir? Sözün kökü ətə yəti, i'tidir. İ'ti, yəni əsli bunun i iləndir. Üçüncü hərfin hərəkət səsinə i'dir, u deyil. Və sual verə bilərsiniz, üçüncü hərfə axı baxırdıq. Üçüncü hərfdə olan vav cəmin əlamətidir. İ'tu, əsli amma i'tidir. Və ona görə biz bunu i ilə başlayırıq, i. Lakin ərəb dilində iki dənə həmzə yan-bayan gələ bilmir. Və ona görə bunu i'ti yox deyirik, i'ti, i'ti, uzatma ilə. Həmçinin, məsələn, əmənu sözü əsli nədir? Əmənu. Məsələn, imən sözü əsli iməndir. Lakin ərəb dilinin qaydalarına görə iki dənə həmzə yan-bayan gəldikdə uzatmaya çevrilir. Məsələn, əmənu, əmənu olur əmənu. İmən olur imən. Həmçinin burada da olur ituni. İtuni. Yalnız bu Quran-ı Kərimdə bir dənə yerdədir. Bunu yadda saxlasanız kifayətdir. Yəni, əl-mühim oxunur ituni.